haşilədi ki, siqaret barədə biraz məlumat verim. Ümumiyyətlə, birincisi bilmək lazımdır ki, siqaret çəkmək haramdır. Və bu, Allah Azza və Cəlləyə asilidir. Və bu cahillərin əlamətidir. Hətta fikirləşsək ki, siqaret çəkmək haram deyil, müsəlman özü-özündə düşünməlidir ki, bu cahillərin əlamətidir. Yəni, bu cəhalətdən başqa heç nə deyil. Və müsəlmana cahillik yaraşmaz. Məsələn, bəzi alimlər deyir ki, siqaret çəkmək kiçik günahdır. Hətta fərz edəcək ki, necə Şeyx Hüseymin deyir, rəhməhullah, hətta fərz edəcək ki, siqaret çəkmək kiçik günahdır. Şəriətdə qayda var. Kiçik günah üzərində israr eləmək böyük günahdır. Nəticə olur ki, o alimlər ki, deyiblər, siqaret çəkmək kiçik günahdır, çəkən daima çəkir. Onsuz da böyük günah olur. Və dəlillərdən birincisi, Allah Subhanahu taala bu ayəsidir ki, İnnallaha la yuhibbul musrifin. Həqiqətən Allah israf edənləri sevməz. Və siqaret açıq aydın israfdır. Açıq aydın. Çəkən ona verdiyi pulu aylıq və illiyə hesablasın və görsün ki, uşağın boğazından nələr kəsir. Dəxli yoxdur, istəyir, laf onun imkanı olsun. Ona ehtiyacı olanlar var ya yoxdur. Tərəqə olaraq verə bilər ya yox. Ona görə yəni siqaret çəkmək bu ayənin hökmünə girir. İnnallaha la yuhibbul musrifin. Allah israf edənləri sevməz. Əgər qəlbində zərrə qədər iman varsa, ona əlvə alanda bu ayəni fikirləş ki, bu əməl sənə Allah Subhanahu taala sevgisindən ayıra bilər. İnnallaha la yuhibbu. Allah sevməz. Bu əməl sənə Allah Subhanahu taala sevgisindən məhrum edirsə, etmə bunu. Həmçinin şəriətdə sabit qaydadır ki, əmanətə xəyanət böyük günahlardandır. Bunu hər bir aqil insan bilir. Və bədən Allah Azza və Cəllənin sənə verdiyi böyük əmanətdir ya yox. Ən böyük əmanətlərdəndir. Açıq aydın bu buna xəyanətdir. Və əmanətə xəyanət şəriətdə böyük günahlardandır. Təsəvvürlə ki, o siqareti ki, əlvə alırsan, qutusunda yazılır ki, sağlamlıq üçün zərərlidir. Sənə bunu satan üstündə bunu yazır. Sənə bunu verən özü bunu etiraf edir. Dəhşət deyə elə bir asilikdir ki, bunu sənə təqdim eləyən üstündə bunu yazır ki, sağlamlıq üçün zərərdir. Və sən bunu görə istifadə edirsən. Ki, bu əmanətdir sənin üçün. Ona görə necə hədisdə gəlir və bəzi əsərlərdə ki, insanlar bu iki şeyin qədrini bilməzlər. Bir sağlamlıqdır, bir də boş vaxt. Necə ki, Abu Darda radiyallahu anhu Salman Farsiyə məktub yazanda yazır ki, yəni heç bir insanların qabağına almayacaq, ala bilməyəcək müsibət sənin başına gəlmədikcə bu iki şeydən daima istifadə elə və bu iki şeyin qədrini bil. Bir boş vaxtdır, bir də sağlamlıq. Xülasə, yəni bu qısa bir nəsiyyət idi. Belə məsələlər iman məsələsidir. Bu qalıb dinləyənin imanına. Çünki nəsiyyət elə bir məsələdir ki, yəni insanın imanına qalan məsələdir bu. Məsələn, bir qardaşdır, bir insandır, müsəlmandır, yarım saat nəsiyyət edirsən və ya bir saat fayda götürmür. Əgər fayda götürmürsə, deməli onun qəlbində problem var. İmanında problem var, təqvasında problem var, ixlasında. Məsələn, sahabələr gəlirdi deyəndə ki, ey Allahın Rasulü, mənə nəsiyyət ilə, Allah Rasulü yarım saat danışmırdı. Sahabə gəlirdi, deyirdi ki, ya Rasulullah, mənə nəsiyyət ilə. Allah Rasulü bir dənə kəlmə deyirdi. Harada olursansa ol, Allaha qarşı təqvalı ol. Harada olursansa ol, Allahdan qorx. Və bu bir cümlə o sahabəyə nəsiyyət olaraq kifayət edirdi. Ta ölənəcə. Çünki iman məsələsidir. Həqiqətən də nəsiyyət ala bilən, bütün bu kəlmə də kifayətdir. Lazım deyil yarım saat danışırsan. Harada olursansa ol, Allahdan qorx. Və unutma ki, وَهُوَ مَعَكُمْ اَيْنَمَا كُنْتُمْ وَاللّٰهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ. Siz aradasa Allah oradadır və bütün etdiklərinizi görəndir. وَاللّٰهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ.
Hətta Allah sinələrdən keçəni biləndir. Bunu düşünən insan necə asilik eləyə bilər? Ona görə insan nə zaman asilik eləyir? O zaman ki, onun qəlbi ilə Rəbbi arasında bir pərdə olur. Pərdə olur. Allah subhanahu ta'ala unudur. Allah azze və cəllə onu gördüyünü unudur. Qəlbdə bir pərdə, yəni qəflət əmələ gəlir. Və nəticədə başlayır asiliklər etməyə. Və haçan peşman olub tövbə edir? O zaman ki, Allahın rəhməti ilə qəlbdəki o pərdə qalxır, yəni qəflət. Onda ayılır ki, mən nə etmişəm? Və başlayır tövbə eləməyə. Bu da Allahın rəhməti ilə kimə nəsib olar və kimə nəsib olmaz. Allah subhanahu bizi asiliklərdən qorusun.